Görkən dağıntılar Novruzlu kənd orta məktəbin binasıdır. Hansı ki 584 nəfərlik bir məktəb var idi burada. İndi yoxdur. Uzun müddət Novruzlu kənd orta məktəbinə rəhbərlik etmiş, direktor olmuş mərhum Səlim Əzimov, Respublikanın əməkdar müəllimi, bu məktəbin tikilməsində iştirak edib və burada minlərlə şagirdinə kəmal attestatı verib. Allah dünyadan keçən müəllimlərimizə, Səlim müəllim başda olmaqla rəhmət eləsin. Burada gözəl müəllim kollektivi olubdu. Burada gözəl ziyalılar yetişibdi. Novruzlu kənd orta məktəbi Respublikanın ən gözəl elm məbədi statusuna qalxıbdı. İndi erməni vandalizmi, erməni qəsbkarları nəticəsində gör, belə bir təhsil ocağı hansı vəziyyətə gətirilib. Fikir verin. Sağ, solda yaraşıqlı evlər var idi bir vaxtı burada. İndi isə heç nə yoxdur. Novruzlu kəndinin tən ortasından keçən sərgəli yaraşıqlı bir yol var idi burada. Bu yol kəndin yuxarı hissəsindən aşağı hissəsini düz məktəbə qədər olan bir məsafəni birləşdirirdi. Və burada yenə deyirəm, yolun sağ və sol tərəfində çox gözəl yaraşıqlı evlər, abad evlər var idi. Baxdıqca fikirləşirsən ki, belə bir xalq olarmı? Erməni adında bir xalq olarmı ki, gəlib Azərbaycan xalqına məxsus nə varsa hamısını bu vəziyyətə salıblar. Özlərini dünyada bir nümunəvi xalq kimi tanıtmaq istəyən ermənilərin bax işləri budur. Heç bir insanlığa yaraşmayan hərəkətlər, insanlığa uyğun olmayan hərəkətlər. Fikir verin, evlər necə söküblər, necə dağıdıblar. Dəhşət bir mənzərədir. Kəndi gəzdikcə artıq bu kəndin övladlarının öz torpaqlarına baş çəkməyə gəldiyini şahid oluruq. Gördüyümüz kimi qarşıda rəhmətlik Abdullah dayının oğlu İsmail'də, Abbas Quliyev İsmail öz dədə-baba ocaqlarının içərisindədir. Orada böyük başa çatdığı ocağa baxır. Və burada kənddə olarkən Novruzlu kəndindən bir qrup insanlarla da rastlaşdıq. Gördüyümüz kimi artıq bunlar hamısı Novruzlulardır. Öz ocaqlarına baş çəkməyə gəliblər. Artıq getdikcə kəndə həyat gəlməkdədir. Hiss edirsən ki, artıq insanlar 30 ildən çox bir vaxtda kənd üçün hədsiz darıxıblar. Nə qədər dağıdılmış bir mənzərə olsa da bu kəndin torpağı insanlarımıza kifayət edər ki, gələcəkdə burada abad yaşayış sahəsi tiksinlər, quruculuq aparsınlar və Novruzlunu öz tarixi şöhrətinə gətirib çıxarsınlar. İnşallah ki, dövlətimizin sayəsində burada böyük quruculuq işlərinə başlanılacaq. Keçmiş məcburi köçkünlər, doğma Novruzlular öz obalarına, yerlərinə qayıdacaqlar. Aslını deyim ki, bu mənzərəni bir daha gördükcə, şahid olduqca çox böyük narahatçılıq keçirirəm. İnanmaq olmur ki, yüzilliklər boyu tikilmiş abad bir kənd bu vəziyyətə gətirilib. Belə demək mümkünsə, viranəliyə çevrilib. Bu kənd vaxtilə çox abad bir kənd olub, çox inkişaf eləmiş bir kənd olubdur. Böyük bir yüzilliklər boyu bir tarix əsasında formalaşmış kənd olubdur. Amma indi gördüyümüz kimi kənddən əsər əlamət qalmayıb. Uçurulmuş, dağıdılmış evlər, hər bir sahədə söküntü aparılıb, hətta ekoloji tarazlığı pozaraq torpaq çirkləndirilib, bəzi yerlərdə minalar müşahidə olunur və bütün bitki aləmi məhv edilib. İndi Novruzlular Respublikanın müxtəlif şəhər və kəndlərində məcburi köçkün olaraq məskunlaşıb yaşasalar da,
Mən hiss edirəm ki, bura gələn insanlardan artıq insanlarımız öz vətəninə dönmək üzrədir. İnşallah ki, istəyimizə, arzumuza nail olaraq Novruzlu kəndinin abad tikilib qurulmasında yaxından iştirak edəcəyik. Bura kəndimizin hörmətli müəllimi Əlamdar müəllimgilin ata ocağıdır. Vaxtilə İbrahim dayının öz əllərinin zəhməti ilə, halal zəhməti ilə tikdiyi bu evdən indi qalan artıq gördüyünüz bu hasarlardır. Və yolla birləşdirən ara məsafəsində hasar sistemi də tamamilə dağıdılıb. Fikir verirsiniz, burada gör nə qədər səliqəli, abad bir ev var imiş. Yalnız və yalnız uçurulmuş vəziyyətdə qalan bax bu divarlardır. Əlamdar müəllim də hal-hazırda kətdədir. Burada. Əlamdar müəllim, sizin bura doğma ocağınız olubdur. İndi gəlib vəziyyətdə görürsünüz. İndi qismətimiz buymuş. Bəli. Talihimiz buymuş. Bu həyatı yaşamalıymışıq. Günü gün olsun qaydaq ilə bütün elimiz, obamız, hamımız bir yerdə təzədən bərpa edək. İnşallah. Adət ənənələrimizi davam etdirək. Bəli. Biz birlikdə Novruzlu kəndinə qayıtmalıyıq. Bütün Novruzlular və nə qədər uçmuş, dağılmış olsa da bu yerləri elə səviyyədə bərpa eləməliyik ki, Novruzlu kəndinin tarixi şöhrəti özünə qayıtsın. Gördüyünüz bu ev rəhmətlik Təyyar müəllimin evidir. Novruzlu kənd orta məktəbində dərs hissə müdiri işləyirdi. Təyyar Abbasovun. Çox yaraşıqlı, səliqəli bir ev idi. İndi görürsünüz ki, bütün hər bir yeri bab formada dağıdılıbdır. Erməni qəsbkarlarının əl işləri burada da görünür ki, belə gözəl, yaraşıqlı tikilmiş yaşayış evinə günə salıblar. Bu yanındakı ev görürsünüz, bu rəhmətli Seydal dayının evidir. Öz zəhməti ilə, əlinin zəhməti ilə tikdiyi ev indi hansı bir vəziyyətdədir. Əlbəttə, bunlar hamısı erməni işğalçıların işğal faktorunu təsdiq edir ki, onlar nəinki Azərbaycan ərazilərini işğal etmişlər, eyni zamanda Azərbaycan insanına qarşı qənim kəsilmişlər. Gördükcə ürək ağrıcı mənzərələrdir bunlar hamısı. Allah dünyadan keçənlərə rəhmət eləsin. Təyyar müəllimə, Seydal dayıya rəhmət eləsin. Rəhmətlik Rəşid dayının, Əbdüləli dayının oğlu rəhmətlik Rəşid dayının evidir bu ev. Görürsünüz. Çox böyük tarixi bir bina var idi burada. Kəndin tanınmış adamlarından olan rəhmətlik Əbdüləli babanın ocağıdır. Və bunun yanında yerləşən ev müəyyən məsafədən görürük. Rəhmətlik Əbdüləli dayının qardaşı Sərxan babanın evi olub, onun övladı Muxtar dayı, Muxtar dayının sonradan övladları bu evdə yaşayıblar. Əskər, Şirxan, Sərxan, Hüseyin. Allah dünyadan keçənlərin hamısına rəhmət eləsin, ruhları şad olsun. İndi biz sadəcə olaraq gəlib bu yaşayış yerlərinin ancaq uçurulmuş, dağılmış hasarlarını görünürük və burada yaşamış insanlardan isə bir çoxu dünyasını dəyişmişdi. Allah dünyadan keçənlərə rəhmət eləsin, yerdə qalan övladları sağ eləsin. İnşallah ki, qeyd etdiyim kimi Novruzlu kəndi yenidən bərpa olunar. İnsanlarımız, onların davamçıları gəlib bu ocaqlarda, bu evlərdə yaşayarlar. Bu kəndin mağazini idi. Əskərov Əmir müəllim buranı işlədibdir. Sonradan rəhmətlik Əli-Hüsət bəy işlədib bu mağazini. Arkada gördüyümüz kəndin klubudur. Çox abad tikilmiş bir klubuydu. Vaxtilə Bəndalı bəyə məxsus olan bir ev, sonradan klub kimi istifadə olunurdu. Kəndi bu cür təsvir etmək, təsəvvür etmək heç xəyala da gəlməyən bir şeydir. Amma artıq indi görürsünüz ki, bu yerlərdə
kənd adından heç bir qalmayıb bir şey. Sadəcə quru bir torpaq və dağıdılmış binalar. Əlbəttə bu erməni xalqının, erməni millətinin Azərbaycana qarşı olan nifrətinin, Azərbaycan xalqına qarşı olan qəddarlığının, Azərbaycan xalqına qarşı apardığı soyqırım siyasətinin göstəricisidir. Allah selamet eləsin. Köçər baba bir daha Novruz bayramının ərəfəsindəyik. Xalqımız Novruz şənliklərinə hazırlaşır. Xalqımızın tarixində çox əhəmiyyət yetirən Novruz bayramında insanlar həmişə gedirdilər, bizlə baş çəkirlər. Dünyasını duyan, qəbristanlıqda olan əzizlərini ziyarət edirdilər. Elə biz də bu məqsədlə bu günlər gəldik sənin ziyarətinə. Ruhun şad olsun. Novruz əlamət olaraq bu səməni sənin məzarın üstünə qoyuram. Amin. Gün o gün olsun ki, torpaqlarımız azad olduğumuz kimi insanlarımız öz vətənlərinə qayıtsın. Hər bayramlar ərəfəsində mütəmadi olaraq sənin məzarını ziyarət edək. Ruhun şad olsun. Amin. Amin. Allah dünyadan keçənlərimizə rəhmət eləsin. Nasıl? Evet, düşünemedik ki. Allah rahmet eylesin. Allah kendine rahmet eylesin. Fatiha olsun. Amin. Sağ olun az qardaşlar sizdə. Allah köməyiniz olsun. Sağ olun müəllim. Allah dünyadan Allah ziyaretinizi kabul eylesin. Çox sağ olun. 33 yıldan sonra geldiniz. Bəli. Allah rahmet eylesin. Ruhları şad olsun. Bu qəbristanlıq əhlinin ruhu şad olsun. Bu qəbristanlıqda uyuyan bütün Novruzlu əhlinə, rəhmətə gedən burada uyuyan insanlara rəhmət olsun. Kimin əzizləri var, kimin yaxınları var. Bir çox məzarları axtarırıq, tapa bilirik, tapa bilmirik. Amma qəlbimizdə hər birinə burada dualar edirik, ruhlarına fatihə çeviririk. Allah rəhmət eləsin. Allah rahmet eylesin. Keçər babanın da ruhu şad olsun. O cümlədən Zərziban ananın, yaxınlıqda da Zərziban ananınkidir. Allah rəhmət eləsin. Allah rahmet. Allah rahmet eylesin. Sağ olun. Bu da Novruzlu kəndinin yanından keçən Qarqar çayı. Şuşadan başlayaraq Xan kəndinin böyrü ilə Əskərəndən gəlib keçir və buradan da keçir Ağcabədidən Ağgölə tökülür. Qarqar çayı. Vaxtilə Alban tayfalarının birinin adı ilə adlandırılmış çaydır. Quruyan çay silsiləsinə aiddir. Amma indi hal-hazırda biz burada olduğumuz müddətdə görürük ki, çay gəlir və yaxın bir məsafədə vaxtilə Ağdam Novruzlu kəndini Ağdam şəhərindən birləşdirən Qarqar çayının üzərindən çəkilmiş körpünü görürsünüz. Körpüdür. Bu da çay hal-hazırda görürsünüz ki, öz məcarası ilə axır. Və bayaq qeyd elədiyim kimi, vaxtilə mövcud olan körpü öz yerində durur, amma biraz təmirə ehtiyacı var. Çayın yəqin şırıltısını da eşidirsiniz. İndi getdikcə artıq bu çayın səviyyəsi artacaq. Bu aylar olanda artıq aprel-may ayına qədər burada əməlli başlı su yığınağı çay vəsitəsindən gəlib buradan keçir və bunun şırıltıları həmişə Novruzlu kəndində hiss olunurdu. Gecə, səhərə yaxın bir də duyuq düşürdün ki, Qarqar tərəfdən çayın şırıltısı gəlir. O saat hamı bilir ki, yuxarılardan toplanan sel suları çay vasitəsindən gəlib kəndin yaxınlığından keçir. Müqəddəs yurt yerimizdir buralar. Qarqar çayının içərisində hal-hazırda bu mənzərəni çəkirəm. Çox belə cazibədardır, çox müqəddəsdir, çox belə maraqlıdır. Adam doğma hisslərlə yaşayır. 30 il ərzində nə qədər əzab-əziyyət çəkmişiksə, vətən torpağımızın azad olmağı bizi o əzab-əziyyətlərin hamısından xilas edir. Bu günləri özümüzü bəxtəvər saya bilərik. Çünki Azərbaycanın ərazi bütövlüyü təmin olunub, erməni işğalçıları vətən torpağından qovulub. İndi Novruzumuz da azaddır. Bax, buradan görürük, bu mənzərə Novruzlu kəndinin mənzərəsidir. Qarqar çayın sağ sahilində. Vətən torpağına, yaşadığımız, doğulduğumuz Novruzlu kəndinə. Buradan sağ ol deyirik, müvəqqəti ayrılırıq. İnşallah qısa bir müddətdə yenə qayıdıb bu torpağa gələcəyik, bu torpaqda yaşayacağıq, bu torpağı qurub yaradacağıq.